Yaxşı uşaqlar. Deməli baxaq görək xitab nədir? Xitab bir cümlədə müraciət olunan şəxsi bildirir. Müraciət olunan şəxsi bildirir. Şəxsi bildirəndə bu insan anlayışıdır da, düzdür? Bildirəndə bildirir, qoy yazaq. Əşyanı bildirəndə bədii xitab olacaq. Çünki əşya sənə cavab verə bilməz axı və yaxud da təbiətdə və yaxud da heyvana müraciət edirsə, burada artıq xitab bədiləşir, bədii xitab rolunda çıxış eləyir. Niyə? Çünki obrazlıq və məcazilik yaratmaq üçün istifadə olunur. Müraciət olunan şəxsi bildirir yazaq. Bildirir. Əlavə olaraq da yazıram ki, əgər müraciət əşyaya, təbiətə aiddirsə, bu bədii xitab rolunda çıxış eləyir. Bədii xitab rolunda çıxış eləyir. Belə bir sual var idi BSG-nizdə, o da bədii təyin istəyirdi. Çıxış edir. Yəni obrazlıq və məcazilik məzmunu varsa, onun qabağına bədii sözü artırılır. Məsəl üçün, kitabınızdakı nümunələr yazıram. Həyat, sən nə qəribəsən? Burada indi xitab hansıdır? Həyat. Çünki həyata müraciətlə söz deyilir. Həyata müraciətlə söz deyilir. Burada həyat nədir? Xitabdır. Nə ilə ifadə olunub? İsimlə ifadə olunub, bəli. Deyirəm ki, ayağa qalx. Odlar yurdu. Odlar yurdu. Nə ilə ifadə olunub xitab? İsmi birləşməklə. Sonra deyirəm ki, igidlər, yurdumuzu qorumalıyıq. Yurdumuzu qorumalıyıq. Burada xitab hansıdır? İgidlər. İsim deyil, nədir? Sifətdir. Bəli, sifətdir, isimləşibdir. Amma yenə də sifət olaraq qalır. Xitabdır, nə ilə ifadə olunub? Sifətlə. Bu nə ilə ifadə olunmuşdu? İsmi birləşməklə, İsmi birləşməklə. O biri nə ilə ifadə olunub? İsmin özünlə. Sonra deyirəm ki, əziz dostlar, sizi salamlayıram. Hardadır burada xitab? Əziz dostlar. Bəli, nə ilə ifadə olunub? İsmi birləşməklə. Xitabdır, ismi birləşməklə ifadə olunub. Deməli, xitabı necə seçirik? Cümlədə müraciət olunan şəxsi və yaxud da əşyanı bildirir. Kimə müraciət yönəlirsə, həmin söz xitab olur. Nə ilə ifadə olunduğunu nə bilirik? Götürürük, təkcə baxırıq sözə. Nə ifadə olunubsa, onu yazırıq. Burada, məsəl üçün, birinci növ ismi birləşməli. Düzdürmü? Mübtəda ilə xitab çox oxşayırlar bir-birlərinə. Burada da kim suala çıxır? Mübtəda da kim suala çıxır? Amma mübtəda həmişə xəbərlə əlaqə yaradır. Burada isə xəbərlə əlaqə yoxdur. Bax, əziz dostlar, salamlayıram. Salamlayıram. Kim? Mən. Cümlədə olmasa da bunun mübtədası məndir. Əziz dostlar xitabından salamlayıram xəbəri heç vaxt əlaqə yaratmır. İgidlər, qorumalıyıq. Görsən, əlaqə yoxdur. Qorumalıyıq. Kim? Biz. Bunun mübtədası cümlədə verilməsə belə bizdir. İgidlərlə xəbər əlaqə yaratmır. Və yaxud da həyat, sən nə qəribəsən? Bax, deyə bilərsin ki, müəllim, həyat qəribəsən olur axı. Axı, bunun burada öz mübtədası var. Qəribə olan səndir, həyat deyil, həyata müraciət edir. Deməli, mübtəda ilə xitabın oxşar cəhətləri var. Oxşar cəhətlərinə baxaq. Hər ikisi, buraya yazıram, mübtəda və xitab. Bir-birlərinə oxşar cəhətləri var. Mübtəda və xitab. Hər ikisi nə olur? Kim sualına. Yəni, adlı halda olan suallara cavab verir. Kimlə sualına cavab verir. Hər ikisi adlı halda olur. Mübtəda da, xitab da adlı halda
olurlar. Sonra bunların oxşar cəhətidir. Bəs fərqli cəhəti nə idi? Fərqlini də yazaq başqa rənglə. Nə bilim, yazaq yaşılla. Xitab cümlə üzvü olmur. Xitaba biz cümlə üzvü olaraq altından xətt çəkmirik. Bura yazıram. Xitab cümlə üzvü olmur. Yəni sən cümləni sintaktik təhlil eləyəndə xitabın altından heç bir xətt qoymayassan. Onu çıxardasan. Çünki xitab cümlə üzvü deyil. Niyə deyil? Xəbərlə əlaqə yaratmır, tamamlıqla əlaqə yaratmır, mübtədanın əlaqə yaratmır, zərfliklə əlaqə yaratmır. Digər cümlə üzvlərindən əlaqə yaratmadığına görə xitabın altından heç bir xətt qoyulmur və deyilir ki, xitab cümlə üzvü olmur. Amma mübtədanın özünün vəzifəsi var cümlədə. Xitab heç bir sintaktik əlaqəyə girmir. Yazırıq digər cümlə üzvlərindən, yəni 5 dənələrlə cümlə üzvləri ilə sintaktik əlaqə yaratmır. Elə yaratmadığına görə də cümlə üzvü olmur. Aydındır? Sintaktik əlaqə yaratmır. Bu sənin işini asanlaşdırır da. Xitabı gördün, altından heç bir xətt çəkmirsən. 2 dənə də sual var. Kimlə? Tutardı getdi. Fərqləndirmək üçün yazıram bunları. Xitab əvəzlik və məstərlə ifadə oluna bilir. Xitab əvəzlik və məstərlə ifadə oluna bilmir. Məstərlə ifadə oluna bilmir. Yəni sən heç bir əvəzliyə xitab kimi yanaşa bilmərsən. Yəni məni cümlədə xitab eləyə bilmərsən. Və yaxud da sizi cümlədə xitab eləyə bilmərsən. Sizə müraciət eləyə bilmirsən. Və yaxud da o şəxs əvəzliyinə cümlədə müraciət eləyə bilmirsən. Yəni heç bir əvəzlik cümlədə xitab olmur. Bir də məstər cümlədə xitab olmur. Amma əvəzliklə məstər bildiyimiz kimi, işlədiyimiz kimi cümlədə mübtəda ola bilir. Əvəzlik və məstər cümlədə mübtəda olur. Məsəl üçün, sən bugün 2 aldın. Kim aldı? Sən. Və yaxud da ki, oxumaq yaxşı işdir. Nə? Oxumaq. Görsənmi? Əvəzlik və məstər cümlədə mübtəda ola bilsə də, xitab ola bilmir. Bu da bunların fərqləri. Mübtəda olur. Başqa. Xitablardan sonra qoyulan durğu şairlər. Əgər cümlədə xitab cümlənin birinci sözüdürsə, özündən sonra vergül qoyulur. Ortada gəlirsə, hər iki tərəfindən, sonda gəlirsə, özündən qabaqda vergül qoyulur. Deməli, xitab cümlənin birinci sözüdürsə, özündən sonra ortada gəlsə, hər iki tərəfindən, bunu biz modal sözdə də keçmişik, yadına gəlir. Ortada gəlsə, hər iki tərəfdən, sonda gəlsə, özündən əvvəl də vergül olmalıdır. Sonda gəlsə, yəni sonuncu söz olsa, özündən əvvəl vergül qoyulur. Özündən əvvəl vergül qoyulur. Bir daha uşaqlar, xitab birinci söz olanda özündən sonra nida da qoyula bilər. Vergüldən əlavə, xitab birinci söz olanda nida da qoya bilər. Bu yüksək hiss və həyəcanın ifadəsidir. Nida, buraya yazıram yaxşı, nida, işarəsi qoyula bilər. Qoyula da bilər, qoymaya da bilər. İşarəsi qoyula bilər. Məsəl üçün, baxaq. İnsanlar var da. Deyirik ki, gözəl vətən. Nida. Nidadan sonra da həmişə böyüklə yazılmalıdır. Mənam dərin. Yox, balaca olur da. Mənam dərin. Amma bu cümləni belə yazsam, gözəl vətən, mənam dərin. Yəni, hiss həyəcanını biraz azaltsam, vergül, mənam dərin. Artıq məna balacalaşır. Niyə? Çünki nidada da bir nöqtə var da, elə ağlında saxla. Sanki bu nöqtə vəzifəsindədir və nöqtədən sonra böyüklə yazılır. Amma burada nöqtə yox, vergüldürsə,
Nə olacaq? Balaca ilə yazılacaq. Yəni, xitabdan sonra birinci sözdürsə əgər xitab cümlədə, nida da qoyula bilər, vergül də qoyula bilər. Doğru getdi. Sonra, başqa nə deyək xitab barədə? Xitablarda çağırış nidalarını yadınıza salın. Çağırış nidaları işlənə bilər. Ay, Bəli, çağırış nidaları ilə, hətta bunu sən tapa bilməyəndə çağırış nidalarını sözün qabağına qoyursan, əgər ikisi bir-birini tutursa, deməli xitabdır. Çağırış nidaları ilə işlənə bilir. Baxaq, məsəl üçün, deyirəm gözəl vətən, ey gözəl vətən, ay gözəl vətən. Burada nə yazmışıq? Digərlərinə baxaq. Məsəl üçün, ayağa qalx, ay odlar yurdu, ey odlar yurdu. Yəni, ay, ey çağırış nidalarından işlənə bilir. Hansılardır? Ay, ey, bir də a çağırış nidası. Bu çox o qədər də işlənmir və sözün sonuna da qoşula bilir bəzən. Başqa, məsdər, əvəzlik, təsriflənən feil, feil bağlama xitab olmur. Yəni, feilin təsriflənməyən formalarının heç biri, yox, feil sifətdən başqa, yazaq feil sifət, xitab olur. Amma feili bağlama ilə məsdər olmur. Feili bağlama və məsdər sifət yazmışam. Feili sifət xitab olur. Amma feili bağlama və məsdər olmur. Ola bilməz. Ola bilmir. Məsəl üçün, bir dənə feili sifətlə ifadə olunan xitab deyək. Ay qabaqda gedənlər, məsəl üçün. Ay qabaqda gedənlər. Bizi də gözləyin. Ay qabaqda gedənlər. Özdə feil sifət tərkibidir bu. Niyə? Çünki iki sözdür də. Bizi gözləyin. Bizi gözləyin. Gözləyin. İndi burada xitab hansıdır? Budur. Düzdürmü? Nəyini ifadə olunur? Feili sifət tərkibindən. Niyə tərkib deyirik? Çünki iki sözdür. Bir dənə söz ola bilər. Ay gedənlər. Bizi gözləyin. Aydındır. Burada iki dənədir. Feil sifət tərkibi deyirik. Bir dənə söz olsaydı, o deyəcəkdik ki, feili sifətdir. Yəni, feil sifət xitab ola bilsə də, feili bağlama ilə məsdər heç vaxt xitab vəzifəsinə çıxış eləyə bilmir. Bir də xitab bəzən vurğunu bir dənə qabağa tullaya bilir. Məsəl üçün, Nazlı dərsə hazırdır. Burada bu cümlədə xitab yoxdur və Nazlı sözünün vurğusu buradadır. Nazlı dərsə hazırdır. Desəm ki, ay Nazlı dərsə hazırsan, burada vurğu bir qabağa gələcək. Xitab sözün vurğusunu bir dənə qabağa gətirir. Dərsə hazırsan, bu sizə çox lazım deyil, zaten vurğu düşmür, amma yenə də deyək bilmiş olun. Bu da belə, bu xitab